Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Şəki xanlığı, eyni zamanda Quba xanlığı haqqında danışacağıq. Dedik nə baş verdi? Artıq 1743-cü ildə Hacı Çələbi neyinir? Hələ ki Nadir Şah Əfşar imperiyası dağılmamışdan əvvəl Şəkini müstəqil xanlıq elan edir. Hətta 1743-1744-cü illərdə gələsən görəsən qarasında müdafiə olunur. Sonradan ərzaq çatışmamazlığına görə nə olur? Hacı Çələbi deyir ki, mən vəkil vəzifəsində qalım və sənin hakimiyyətini qəbul edirəm. Amma deyirik ki, Nadir Şah Əfşarın silah gücünə qurduğu dövlət 1747-ci ildə nə oldu? Dağıldı. Onun yerində bəli, xanlıqlar yaranır ki, həmin vaxtı deyirik Hacı Çələbi də Şəkini müstəqil xanlıq elan elədi. Deyirik ki, Şəki xanlığı Azərbaycanı vahid dövlətdə birləşdirmə siyasəti yürüdürdü. Bunun üçün nədir? İlk növbədə 1747-ci ildə Qəbələ və Ərəş sultanlıqlarını Şəki xanlığına tabe etdi. Şəki xanlığı hansı ərazini əhatə edir? Bax bu ərazini. İşarə eləyirik xəritədə. Bəli, Şəki xanlığı götdü. Deyirik ki, ilk növbədə 1747-ci ildə Qəbələ və Ərəş sultanlıqlarını özünə tabe etdi. Ondan sonra Azərbaycanın cənubuna yürüş eləyir. Hara? Təbrizə. Bax bura. Təbrizə. Səbəb nə idi? Niyə Təbrizə getdi? Deyirik ki, çünki Hacı Çələbi baxırdı ki, Təbriz nədir? Tarixən Azərbaycanın siyasi mərkəzidir. Həm də belə fikirləşirdi ki, Təbrizə sahib olmaq elə Azərbaycana sahib olmaq deməkdir. Ona görə də Təbrizin üzərinə deyirik uğursuz yürüş elədi 1747-ci ildə. Yəni Təbrizi tuta bilmədi. Ondan sonra gəlir burada bizim bir dənə Bayat savaşımız var. 1748-ci ildə olmuşdur. Nədir bu? Deyirik Hacı Çələbi Şamaxı xanı ilə birləşir. 1748-ci ildə Qarabağ xanlığının üzərinə hücum eləyir. Bir aydan artıq davam edən Bayat savaşı baş verir və həmin Bayat savaşına deyirik ki, Qarabağ xanlığını özünə tabe eləyə bilmədi. Yəni bir sözlə Hacı Çələbi getdi, Qarabağ xanlığının müstəqil xanlıq olduğunu təsdiqləyib gəldi. Həmin vaxtda Qarabağ xanı kim idi? Pənahəli xanı idi. Sonra danışırıq nədən? Qızılqaya xəyanəti haqqında. Yazmışıq 1752-ci il. Bəli, Qızılqaya xəyanətində deyirik əsasən 2-ci İrakli görür ki, xanlarla mübarizə apara bilmir. Ona görə də parçala və hökmranlıq et siyasəti yürüdür. Neyinir? Müəyyən xanlıqlar var idi. Məsələn, Azərbaycanın şimalında deyirik ki, Naxçıvan idi, İrəvan idi, Qarabağ idi, Gəncə idi. Eyni zamanda cənubunda Qaradağ xanlığı var idi. Onlarla birləşib kimə qarşı? Hacı Çələbiyə qarşı ittifaq qurdu. Lakin bir xəyanət elədi həmin xanlara. Gəncə yaxınlığında deyirik Qızılqaya adlı yerdə həmin xanları əsir götürdü. Hansı xanlardır? Gəncə, İrəvan, Naxçıvan, Qarabağ və Qaradağ xanlarını əsir götürür. Lakin həmin vaxtı deyirik Hacı Çələbi 2-ci İraklinin ordusunu məğlubiyyətə uğradır və əsir götürülmüş xanları azad elədi. Və bununla da kifayətlənməyib, hətta deyirik Nadir Şahın tərəfindən verilmişdi o vaxtı, bunun şah seçilməsinə qarşı çıxdığına görə. Qazaxdır, Şəmşəddildir, Borçalıdır. Həmin mahalları da azad edib Şəkiyə birləşdirdi. Öz oğlu var idi, Ağa Kişi bəy. Oranı da onlara, Ağa Kişi bəy də həmin o Qazaxdır, Şəmşəddildir, Borçalı mahallardır, onlara hakim təyin edir. Bununla barışmayan 2-ci İrakli 1752-ci ildə bir də hücum eləyir. Lakin nə baş verdi? Deyirik ki, Carbalakana hücum edir ki, onu ələ keçirsin. Lakin Hacı Çələbi onların da yürüşünün qarşısını almışdı. Belə bir şey var. Məsələn, həm Şiraz şənliyində, həm də Qızılqaya xəyanətində iştirak etmiş xanlıqlar hansıları idi? Deyirik Naxçıvan, Qarabağ, Qaradağ xanlıqları. Həm Şiraz şənliyində iştirak eləmişdi, həm də Qızılqaya xəyanətində iştirak eləmişdi. Yaxşı, təkcə Qızılqaya xəyanətində iştirak edən xanlıqlar hansıları idi? Gəncə, İrəvan, Naxçıvan, Qarabağ və Qaradağ xanlıqları idi. Yaxşı, bunları da dedik. Ondan sonra diqqətini yönəldir Hacı Çələbi hara? Şərqə doğru. Nə var idi? Bax, Şəki xanlığı. Şəki xanlığının şərqində nə var? Şamaxı xanlığı. Bəli, 1755-ci ildə Şirvana yürüş eləyir, hətta deyirik Ağsu şəhərini mühasirəyə alır ki, ələ keçirsin, lakin birləşdirə bilmir. Niyə? Çünki Qubalı Hüseynəli xan həmin vaxtı Şamaxı xanına köməklik göstərirdi. Ona görə də Şamaxını tuta bilmir.
Bəs yaxşı, Hacı Çələbinin bütün Azərbaycanı birləşdirmə siyasətinə nə mane oldu? Deyirik, xanlıqlar arasında çəkişmələr var idi, ara müharibələr var idi, eyni zamanda xarici, daxili iqtisadi əlaqələr zəif idi və bir-birlərinə qarşı xarici qüvvələrdən istifadə edirdi. Ona görə də Hacı Çələbi Azərbaycanı vahid şəkildə birləşdirə bilmədi. Hacı Çələbinin dövründə deyirik, nə işlər görür? Məsələn, quruculuq sahəsində Şəkidə məscid tikdirir, mədrəsədir, ictimai binalardır, hətta vergi sistemini nizamlayır. İndi o Şəki Xan Sarayı deyən kimi hamının ağlına Hacı Çələbi gəlir, amma Şəki Xan Sarayını Hacı Çələbi tikdirməmişdi. Bundan sonra kim gəlir hakimiyyətə? O Qızılqaya xəyanətindən sonra hakim təyin edilmişdi Ağa Kişi bəyi. Borçalıya, Şəmşəddilə, Qazağa həmin Ağa Kişi bəy hakimiyyətdə gəlir, lakin çox qala bilmir. Cəmi 4 il qalır. Onun qaynatası var idi, Qazıqumruxlu Məhəmməd xan. Gəlir bunu öldürür, onun yerinə keçir. Lakin bu da çox hakimiyyətdə qala bilmir. Hacı Çələbinin nəvəsi var idi, Hüseyn xan. Bəli. Hüseyn xan deyirik ki, Qubalı Fətəli xanın köməkliyi ilə hakimiyyətə gəlir. Hətta Urmiyalı Fətəli xan Əfşar da Hüseyni Şəki xanı kimi qəbul edir. Biz dedik axı 1759-cu ildə İrəvan, eyni zamanda Qarabağ, Şəki xanlıqları asılı vəziyyətə düşdü Urmiyalı Fətəli xan Əfşardan. Bəli. Bax, həmin o Hüseyn xan idi. Deyirik, nə baş verdi? Bu artıq, bəli, şeylə ittifaq qurur. Burada biz qeyd eləmişik, Hüseyn xan hakimiyyəti 1767 Şamaxını böldülər. Bəli, kimdən bölürlər Şamaxını? Qubalı Fətəli xanla birləşirlər. Deyirik ki, Şamaxını bölürlər, lakin sonradan 1768-ci ildə əlində olan o Şamaxı torpaqları da Qubanın əlinə keçir. Hətta 1769-cu ildə müqavilə bağlanır bunların aralarında. Nə müqaviləsi idi? Hüseyn xan deyir ki, mən lazım olduqda sənə qoşun verəcəm, eyni zamanda Şamaxı xanının daxili işlərinə qarışmayacağım. Yəni o əlimdə olan torpaqları da sənə verirəm. 1779-cu ildə Hüseyn xan da sui-qəsd nəticəsində öldürülür. Ondan sonra Əbdülqadir xan gəlir. Onun haqqında danışmağa ehtiyac deyil. Əsas bizə lazımdır Məhəmməd Həsən xanın hakimiyyəti. Gəlin görək Məhəmməd Həsən xan neynədir? Biz dedik axı, Azərbaycan tarixində 3 nəfər qanunnamə qəbul etdirmişdi. Biri Mərzban bin Məhəmməd idi. Sonra Həsən padşah idi, Uzun Həsən. Bir də Məhəmməd Həsən xan idi, Şəki xanı. Qanunnamə qəbul elətdirir. Nə idi məqsədi? Vergiləri nizamlayır, feodal münasibətləri nizamlayır, eyni zamanda əhalinin hüquq və vəzifələrini nizamlayır. Hətta deyir ki, 1784-cü ildə neynədir? Osmanlı sarayına məktub göndərdi. Nə yazmışdı məktubda? Deyirdi ki, mən 2-ci Irakının yürüşlərini dəf eləyirəm. Amma 1785-ci ildə Qubadan asılı vəziyyətə düşür. Kim idi Qubanın xanı həmin vaxtı? Fətəli xan idi. Lakin 1789-cu ildə Qubalı Fətəli xan öləndən sonra Məhəmməd Həsən xan yenidən nə oldu? Müstəqillik qazandı. Və sonuncu deyirik ki, Səlim xanla danışacağıq. Səlim xanın dövründə, hətta deyirik 1797-ci ildə Ağa Məhəmməd Şah Qacara tabe olur. 1805-ci ildə də Kürəkçay müqaviləsi ilə Rusiya birləşdirilir. Və ən sonuncusu hansı idi? İsmail xan idi. Dediyi biz Mədətov tərəfindən zəhərlənib öldürüldü 1819-cu ildə. Onunla da Şəki xanlığı tamamilə ləğv olunur və yerində komendant idarə üsulu yaradıldı. Aha, indi danışırıq biz Quba xanlığı haqqında. İlk növbədə deyirik ki, Quba xanlığı 1747-də yaranıbdı. Amma 1726-cı ildə Rusiyadan asılı yaranmışdı bir dənəsi. Hüseynəli bəy də onun hakimi idi, Qubanın hakimi idi. Amma Nadir Şah Əfşar öləndən sonra 1747-ci ildə Quba xanlığı deyirik tam şəkildə müstəqil oldu. Mərkəzləri də Xudat idi, sonradan Quba şəhəri olmuşdu. Amma deyirik ki, buna neynədir Hüseynəli bəy? Hüseynəli xan Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirmək istəyirdi də Quba xanlığı hakimiyyəti altında. Ona görə də 1757-ci ildə Səlyan ərazisi, ilk növbədə Quba xanlığının ərazisini işarələyirik xəritə üzərində və Səlyan ərazisi və bu Kür çayının Arazla qovuşacağı ərazi. Səlyan ərazisini neynədir? Birləşdirdi. Bura yazmışıq ki, nədir bu? Əzizi 1750 Fətəli xanla danışmamışdan əvvəl bunu deyək. Nədir məsələ? Bax, Səlyan ərazisinin Qubaya birləşdirilməsi nə qazandırdı bunlara? Deyir ki, məsələn, gələcəkdə Bakı və Şamaxının, çünki Səlyan Bakı ilə Şamaxıdan bu tərəfdə də bunların üzərindən gəlib keçir öz torpaqlarına. Bakı və Şamaxı xanlıqlarının gələcəkdə tərkibinə qatmasına şərait yaratdı. 1758-ci ildə Fətəli xan gəlir.
üzr istəyirəm. Fətəli xan gələndən sonra müəyyən tədbirlər gördü. Məsələn, nə tədbirlər gördü? Deyir, vergi islahatı keçirdi, köçürmə islahatı keçirdi. Vergi islahatının mahiyyəti nə idi? Deyirdi ki, bu yığılan vergilər birbaşa xəzinəyə daxil olsun. Ona görə də nə dedi? Gedin mahal naiblərinin yığılmasını ləğv edən. Birbaşa kənd xudalar yığıb şəxsən özü gətirib xan xəzinəsinə verəcək. Aydın oldu mu? Yəni ki, mahal naiblər tərəfindən yığılması qaydası ləğv olundu, vergi birbaşa kətxuda özü toplamalı idi. Gətirib verməli idi xəzinəyə. Biz Qazan xanın vergi islahatına dedikdə bu onunkindən biraz fərqli idi. Qazan xan balacalardan alıb böyüyə vermişdi. Demişdi, naiblər yox, birbaşa da mərkəzi divan toplanmalıdır. Bu isə mahal naiblərindən, böyüklərdən alıb kiçiklərə verirdi ki, çünki kətxudalar götürürdü, biraz üstündən götürüb aparıb mahal naibinə verirdi. Mahal naibi də biraz üstündən götürüb az biz qismini aparıb verirdi xan xəzinəsinə də, dövlət xəzinəsinə. Amma burada deyir ki, birbaşa kətxudalar özləri gətirsin, versin, görək nə qədər gəlir bizə vergilər. Bundan başqa deyir ki, bəzi mükəlləfiyyətlər var ki, xan yasavulları tərəfindən yerinə yetirilməlidir. Və eyni zamanda köçürmə siyasəti həyata keçirir. Deyirik ki, xanlığın əhalisini artırmaqdan ötürü, məsələn, Cənubi Azərbaycandan əhalini bura köçürür. Ərdəbildən, Gilandan, Meşkindən, eyni zamanda Muğan ərazisindən əhalini gətirib hara yerləşdirir? Şabrana və onun ətraf ərazilərində yerləşdirir. Eyni zamanda xanlığın sərhədlərini möhkəmləndirməkdən ötürü Muğan bax bu ərazilərdir. Muğandan neynir? Deyir, döyüşkən şahsevən tayfası var ki, o şahsevən tayfasını gətirib yerləşdirir sərhəd ərazilərə. Eyni zamanda özünə dayaq yaratmaq məqsədi ilə Dərbənddən, Qubadan, Sarıyandan əhalini köçürür Şamaxıya. Niyə? Çünki o istəyirdi ki, Şamaxını dövlətin paytaxtı eləsin. Yaxşı, gəlin biz birləşdirmə siyasəti yazmışıq. Gəlin bunun birləşdirmə siyasətindən danışaq. Dedi, kim başlatdı? Atası başlatmışdı da Salyanı birləşdirməklə. Bu da davam elətdirdi. Məsələn, Fətəli xanın birləşdirilməsinin birinci mərhələsi. Neynir ilk növbədə? Dərbənd xanlığını birləşdirdi. 1759-cu ildə. Nə vaxt yaranmışdı Dərbənd xanlığı? 1747-ci ildə Məhəmməd Hüseyn xan tərəfindən yaradılmışdı. Deyirik ki, amma nə idi? Xalq incidirdi, ağır vergi siyasəti var idi, zülmü var idi ki, xalq bundan bezmişdi. Ona görə Qubalı Fətəli xana müraciət edirlər ki, gəl bizi xilas elə. O da gəlir, Məhəmməd Hüseyn xanı tutub zindana salır və müqavimətsiz şəkildə Dərbənd xanlığını özünə tabe edir. Hətta həyat yoldaşı Tuti Bikəni də ora hakim təyin elədi. Aydın oldu mu? Aha. İndi deyirik ki, 1767 Nicah Bakının birləşdirildi. Bəli, nə deməkdir bu? 1767-ci ildə Bakı döyüşsüz, o da nicah diplomatiyası ilə. Məsələn, Bakı xanının bacısını mı, qızını mı özü alır və yaxud da öz qızı mı, öz bacısı mı Bakı xanına verir. Yəni bu vəziyyətdə nicah diplomatiyası ilə Bakı xanlığını özünə birləşdirdi. Və ondan sonra deyirik ki, elə Fətəli xan bu rəsmi sənədlərdə nə adlanırdı? Bakının, Səlyanın, Dərbəndin və Qubanın hakimi kimi adlandırılırdı. Aha, deməli Dərbənd və Bakının birləşdirilməsi ilə nə oldu? Azərbaycan torpaqlarının birləşdirilməsinin birinci mərhələsi başa çatdı. İndi yazmışıq birləşdirmənin ikinci mərhələsi. İkinci mərhələsində nə edir? Deyirik ki, Şamaxının birləşdirilməsi. Biz Şəki xanlığından danışanda nə dedik? Dedik ki, birləşdilər Quba xanla Şəki xanı. Neynədilər? Şamaxı xanlığını bölürlər. Lakin 1768-ci ildə Hüseyn xanı məğlubiyyətə uğradır Fətəli xan. Və tamamən o yerdə qalan Şamaxı ərazilərini ələ keçirir. Hətta 1769-cu ildə müqavilə belə bağlayırlar ki, Hüseyn xan deyir, mən lazım olanda sənə qoşun verəcəm və Şamaxının daxili işlərinə qarışmayacam. 1768-ci ildə dinç yolla, yəni bu da müqavimətsiz Cavad xanlığı birləşdirildi. Haradır Cavad xanlığı? Deyir, bunu işarə eləmişik yerə. Kürlə Arazın qovuşduğu ərazi. Cavad xanlığı müqavimətsiz birləşdirildi. Deyirik, Cavad xanlığının, yəni Muğan ərazisində yerləşirdi. O Cavad xanlığının birləşdirilməsi Azərbaycanın cənub torpaqlarına yol açdı. Aha.
Burada yazmışıq ki, Cavduşan döyüşü 1774-cü il. Gəlin görək bu Cavduşan çölündə döyüş nə idi? Artıq dedik axı Fətəli xan xeyli ərazini birləşdirmişdi və bu da müəyyən qüvvələri narahat edirdi. Məsələn, Azərbaycanda olan digər xanlardı, xarici qüvvələrdi. Azərbaycanda hansı xanlar var idi həmin vaxt? Əsas güclülər var idi. Qarabağ xanlığı, Şəki xanlığı, eyni zamanda keçmiş Şamaxı hakimi var idi. Dağıstan hakimləri var idi. Kartli Kaxetiya çarı 2-ci Irakli var idi ki, bunlar narahat idi. Ona görə Fətəli xana qarşı ittifaq yaradırlar. Deyirik ki, 1774-cü ildə səhv eləmirəmsə Qaraqaytaq olmalıdır. Qaraqaytaq hakimi var idi. Nə idi onun adı? Əmir Həmzə yığdı öz ətrafına müttəfiqlərini yığdı və gəldi Xudat yaxınlığında Cavduşan düzündə Fətəli xanı məğlubiyyətə uğratdı. Fətəli xan da qaçdı hara? Salyana. Salyana geri çəkir ki, gedim orada balıqdan yeyək, kimdənsə kömək alaq. Bəli, gəlir həmin vaxtı Əmir Həmzə gedir Dərbəndi mühasirəyə alır. Dərbəndin də hakimi kimi idi? Totibikə xanım idi də Fətəli xanın həyat yoldaşı. Həmin vaxtda çıxılmaz vəziyyətdə qalan Fətəli xan Rusiyaya müraciət edir. 1775-ci ildə elçilər göndərir, kömək istəyir. 2-ci Yekaterinada neynədir? Qafqazda olan Rus qoşunlarını Dərbəndə göndərdi. Hətta biz deyirik ki, 1775-ci ildə Rus qoşunları gəlir, Əmir Həmzəni məğlubiyyətə uğradır və 9 ay müdafiə olunan Dərbənd nə oldu? İşğalı təhlükəsi sovuşur. Ondan sonra Cavduşanla məsələləri həll eləyəndən sonra hətta deyirik Rusiya burada möhkəmlənə bilmir. Niyə möhkəmlənə bilmir? Çünki Osmanlıların narazılığı var idi. Ona görə də Ruslar da heç istəmirdilər ki, Osmanlılarla münasibətləri yenidən pisləşsin. Ona görə bu əraziləri tərk edirlər. Ondan sonra deyir ki, əsas diqqəti nə oldu? Qarabağ və Azərbaycanın cənubu. Deyirik 1780-1781-ci illərdə Qarabağa yürüş edir. Bizim Qarabağ xanlığımıza bax budur. Qarabağ xanlığına yürüş eləyir, gəlir, lakin Qarabağı tuta bilmir. Uğursuz yürüşdür bu. Niyə? Çünki İbrahim Xəlil xan təhdid edirdi, onun köməyi var idi. Qaynatası Kartli Kaxetiya çarı 2-ci Irakli. Bəli, 2-ci Iraklinin köməyi ilə bunu sovuşdururlar. 1784-cü ildə Fətəli xan Azərbaycanın cənubuna yollanır. Ərdəbil və Meşkin şəhərlərini ələ keçirir, lakin burada möhkəmlənə bilmədi. Yazmışıq ki, etirazlar geri çəkildi. Kim etiraz eləyir? Azərbaycan xanları etiraz eləyir, eyni zamanda Rusiya etiraz eləyir. Rusiya niyə etiraz eləyirdi? Gələcəkdə buranı işğal eləmək istəyirdi də, ona görə istəmirdi ki, burada vahid dövlət yaransın. Fətəli xan nə istəyirdi bəs? Səfəvilər dövlətini yenidən bərpa eləmək istəyirdi. Ona görə Rusiyanın maraqlarına uyğun gəlmirdi. Fətəli xan da anası 2-ci Yekaterinadan qorxurdu, analığı. Ona görə də fikirləşdi ki, aramı ruslarla pozmuyum. Məcbur qalır, geri qayıtdı. Geri qayıdan zaman haradır? Ərdəbil və Meşkin. Bax, bu ərazidədir. Buradan geri qayıdanda hara gəlir? Lənkərana. 1785-ci ildə Lənkəranı ələ keçirir. Eyni zamanda ondan sonra 1785-ci ildə də Şəki xanlığını ələ keçirdi. Bunu da dedik, birləşdirmə siyasətinin nəticəsi. Bəli, nəticəsi olur ki, Azərbaycanın şimal-şərq ərazilərini vahid şəkildə birləşdirir. Bütün Azərbaycanı birləşdirə bilir. Və Azərbaycanın şimal-şərqində nə baş verdi? Ara müharibələrə nisbətən son qoyulur. Eyni zamanda xarici hücumların bir müddət qarşısı alınır. Təsərrüfat inkişaf eləyir. Eyni zamanda Quba xanlığı hərbi siyasi gücü artır. Yəni bu kimi proseslər baş verir, amma az bir hissədə də Azərbaycanın şimal-şərqinə. Çünki bir dənə oranı birləşdirə bilir. Və 1789-cu ildə Qubalı Fətəli xan ölür. Bununla da Quba xanlığı zəifləyir və onun ələ keçirdiyi xanlıqlar yenidən müstəqil olurlar. Məsələn, kimin dövründə Əhməd xan var idi, Şeyxəli xan var idi. Onlar dövlətin qüdrətini saxlaya bilmir. Şəkidir, Bakıdır, Şamaxıdır. Bunlar təzədən müstəqil olurlar. Hətta deyirik ki, 1797-ci ildə nə oldu? Qacarla dostluq münasibətləri saxladı. Amma 1806-cı ildə Ruslar Qubanı işğal eləyir və yerli bəylərdən ibarət əyalət şurası yaradır. Cəmi 4 il olur əyalət şurası. Çünki 1810-cu ildə Qubada Ruslara qarşı üsyan baş verir. O üsyanı yatırırlar və Quba xanlığını da o əyalət şurasını tamamilə ləğv eləyib yerində komendant, idarə üsulu yaradırlar.